Millət videonu 2 dəqiqəyə dayandıram. İndi sizlərə Azərbaycanda ən güvənli, sərfəli və sürətli elmas vurulması üçün Free Shop-u təqdim edəcəm. Yəqin ki, Free Shop aranızda tanımayan yoxdur. Free Shop Azərbaycana ən güvənli elmas vurulmasını təqdim edən sizlərə saytdır. Bəli, səhv etmədiniz, saytdır. Saytın açıqlamaya qoyacağım linkini, gedib saytdan rahat bir şəkildə elmaslarınızı ala bilərsiniz. Yox, saytdan mən anlamıram, başım çıxmır falan filan deyənləriniz varsa da ekrana nömrə də qoyacağım, əlaqə nömrəsi. WhatsApp üzərindən əlaqə saxlayaraq elmaslarınızı güvənli bir şəkildə gedib Free Shop-dan ala bilərsiniz. Free Shop-da elmas vurulmasından başqa PUBG-yə, UC-də vura bilərsiniz, Roblox-a, Roblox-da vura bilərsiniz, Brawl Stars-a, Taş da vura bilərsiniz. Ürəyiniz hansı oyun platformasını istəyir, ödəniş eləyə bilərsiniz. Nəysə, çox uzatmayacağım, reklam qismimizi keçək videomuza. Hər kəs salam millət, mən Gravity. Bugün yepyeni bir video ilə sizlərləyəm yoldaşlar. Bugün bu videomda sizlərə proxy serverə necə daxil ola bilərsiniz onu göstərəcəm. Bildiyiniz üzrə 2026-cı ilin bu arada ilk proxy server videosudur bu. Hər nəysə, bildiyiniz üzrə dünən ya da ki o bir gün, yəni 2 gün falan bundan qabaq oyunumuza güncəlləmə gəldi və hamımızın istifadə etdiyimiz proxy serverlər bu oyuna vurdu. Ona görə də ki, yeni proxy server tapmağın, yeni proxy server keçməyin vaxtıdır. Mən də sizlər üçün bugün bunun üçün buradayım. Yəni sizlərə bu videonu bunun çəkmək üçün buradayım. Nəysə yoldaşlar, ilk növbədə nədən başlamaq istəyirəm? 5000 abunə olmuşuq. Bunun üçün hər birinizə minnətdaram. İnşallah mənə dəstək olmağınızın haqqını sizlərə verəcəm. Bu videoda da elə verəcəm, görəcəksiniz. İlk növbədə burada mesaj qutumuza baxmaq istəyirəm. Baxın görün nələr var hələ. İfadələr falan var, nəyəm paltarlardır, yumruqlardır, zırt pırt, avatarlar falan filandır. Bunlara baxmaq istəyirəm. Bu nədir? Aha, şuna yazara baxır qardaşım. Gojo. Sonra bu nədir? İfadələr falan var. Başqa nələr var? Baxaq. Of, qaqam şeydir, nədir? Nədir? Fəhlədir. Çək satır. Bu nədir? Ooo, qəşəksən. Tıkladım səndə. Bu nədir? Hala, bu nə qəşəkdir? Bu qəşəkdir, ha. Neyse, bu da edir bəs. Yine bir ifadədir. Yola verirsin da. Aha. Neyse da, yəni ifadələrimiz var oyunumuza gələcək olan. Ooo, bu nədir? Bu qaçış ifadəsidir bu arada. Bunun basıb qaçma olur türkü məsələ. Bu nədir? Ooo! Qızıl zat yağır yuxarıdan başımıza. Nəsə baxaq bunlar nədir bəs? Bu oyunumuza gələcək olan Groza desenidir yoldaşlar. Itadori Groza. Bu şey deyil bu arada. Evo deyil. Ancaq özel bir Grozadır. Bu yumruqdur oyunumuza gələcək. Ooo, hə, bunu da başa düşdük. Belə bir tutsak gəlir. Ondan sonra belə şeylər də var, maraqlı. Bu nədir? Hanser. Aha. Nəsə bu nədir? Buzlu desəm bu da. Aha. Bu nədir bəs? M14. Alev ritmi. Alevli ritim. Neysə elə bir şey. Digər nələrimiz var? Bunlar avatarlar falan filandır. Biz avatarlar deyə bunlar qoyduq burada. 6-7. Ha, el ondan. Neysə aşağı biraz da düşürük. Burada. Aha, paltarlarımız buradaymış. Oo, bu qəşəng paltardır. Tıkladım bunu. Bunun sırf nə koftası, nə ayaqqabısı, nə şalvar, hamısını qoyun qırağa. Bir dənə bədəni zordur o, bədəni. Bir də üz maskası zordur belə. Qəşəng gülüb zad edir. İstifadə eləmiyorlar. Bu qaqaşın neyini? Ha, okey. Qaqaşımızın da istifadə olması çox şey var. Bunu özdə yoldaşlar bildiyim qədərilə aldığım məlumatlara görə, əgər yalan deyilsə, bu ayın, yəni yanvar ayının 17-si 18-i mistik mağaza gələcək, ondan bir yerdə gələcək bu paltar. Bir də koftamız var. Bunun koftası zordur. İstifadə eləmiyorlar. Şalvarlı falan da qəşəkdir əslində. Kafası da pisdir. Yəni kafası ilə də qəşəkdir, amma şalvarla koftasını tıkladım. Başqa nələr var? Onlara bir dənə baxaq. Buna da la. Çılgınsın men. Neyse bu nədir? Ne var? Deyəsən Black Panther oyuna gətirirlər. Neysə bu nədir? Bu da onun qız versiyası deyəsən. Yükləmək istəyə görsənmir. Hə, bu da onun qız versiyasıdır. Bəs bu nədir? Hə, kombinli. Bunu sağ etsin. Bu nədir la? Ooo, səni bəyəndim. Çox qəşəkdir. Şeydir, ördəkdir özə. Ördək tak. Bu nədir? Bunlar oyuna gələcək paltarlardır bu arada. Pis deyil, sən də qəşəksən. Digərlərinə baxaq, bu heç Itadori'dir bu. Bunun əslində elə də mən bəyənmədim mən. Bu pulsuz verilir deyəsən özdə.
Birisi de qız paltardır. Obşa bunlar alaq. Açaq hamısını. Bir var yox şey gəldi. Neyse bunlar da alaq emojilərimizi. Tamam deyək. Bunlar da alaq. Okey. Özümü içerik üreticisi kimi hesab elədim. Neyse. Bir de əvvəl mən proxy serverə gələndə elması xərcləmək olurdu. Bunda da olur mu onu da bir dənə yoxlayaq. Buna da alaq. Aha. Ooo. Yo, bir şey yok. Bunu çevirmək olur. Çevir. Aa olurmuş ya. Şey yoldaşlar proxy serverdə çevirmək də olur. Çevirmə videolar falan da çəkə bilərsiniz. Baxın, göstərirəm hamınıza. Başqa bir şey olsun. Məsələn 2008 olsun. 24 tane şeyimiz var. Bu neydi lan? Makron çıktı ki sırası. Başka ne var? Bir tane bakalım. Bir tane büyük çevireyim. Daha 24 tane fişimiz var, azalmır. İstediğiniz yerler çevirebilirsiniz. Bunlar falan da varmış bunlar. Bunu falan da çevirebilirsiniz. Yani ürəyiniz istədiyi şeyi çevirebilirsiniz. Şey, yoldaşlar, deməli kestiğinde quraşdırmamıza, quraşdırma qismində də sizə başa saldığım video quraşdıracaqsınız. Heç nə yəni bu qədər. İfadeler falan var. Neyse, keçdik quraşdırmamıza. Deməli millət gəldik quraşdırma qismimizə. Quraşdırma qismimiz sadədir, asandır, çox dəhşət sadədir hətta bu videoda. Sırf 5000 abunə olduğumuza görə, sırf 5000 abunəyə özəl bu videoda sizdən nə takip istəyəcəm, nə bilim, şifrə qoymuşam, nə bir şey eləmişəm. Yəni videomuzda nə şifrə var idi, nə videonu təkrar izləməyinizə ehtiyac yoxdur, nə də ki dediyim kimi hardansa mənə takip atın, nə və nəyin, elə şeylərə də ehtiyac yoxdur. Bu videoda sırf 5000 abunəyə özəl sizlər üçün də. Yəni bunu eləyə bilməyən nə bilim day. Özünüz bilirsiniz nə demək istəyirəm. Bunu eləyə bilməyən day nə bilim. Nəysə, indilik yoldaşlar, ilk növbədə WhatsApp kanalımız var. Əlbəttə bu hər videoda olmalıdır. WhatsApp kanalımızda link paylaşmışam. Bir də belə bir problem var. Bu problemi indi kəşf eləmişəm mən. Belə bir şey olduğunu bilmirdim sözün açığı. Sonradan özüm gördüm deyə inandım. Siz WhatsApp kanalına girdiyinizdə mən əvvəlcə paylaşdığım videoların linkləri çox vaxt görünmür. Məsəl üçün bir ay bundan qabaq paylaşdıqlarıma qədər görsəniz, bir aydan əvvəlki görsənmir. Bunu indi mən kəşf elədim. Bunun üçün də sizlərə görə, yəni bu videonu izləyən yoldaşlarımız, bu videonun ilk növbədə nə vaxt yüklənibdi ona bir dənə baxsın. Bu video 1 ay bundan qabaq, 2 ay bundan qabaq, 5 ay bundan qabaq yüklənibsə, WhatsApp kanalımızdan gəlib tapa bilməyəsiniz linki. Ona görə yorumlara atacağam linki. Yəni yorumlardan da link əldə edə bilərsiniz. WhatsApp kanalımızdan da əldə edə bilərsiniz. Amma WhatsApp kanalımıza gəlməyiniz məsləhətdir, çünki orada çox özəl şeylər paylaşıram. Nəysə, bunu deməyimizə bəsdir. Nəysə yoldaşlar, deməli nə edəcəyik? Çox sadə və asan ilk növbədə bunu bildirim sizlərə, etməyimiz gerəkənlər. Gəlirik notlarımıza giririk. Siz dediyim kimi linki həm yorumlardan, həm də WhatsApp kanalımızdan tapa bilərsiniz. Bunun üstünə basılı saxlayırıq. Buradan kopyalayırıq linkimizi, geri qaydırırıq, Chrome açırıq və Chrome-a yapışdırırıq linkimizi. Bu gördüyünüz kimi belə bir formada. Belə bir yer açılacaq. Burada bir dənə linkdən keçərsiniz, bir şey olduqları, başqa etməyiniz gerəkən heç nə yoxdur. Burada get link var. Sağ rəngdə gördüyünüz kimi. Hubun rəngində. Neysə belə bir şey gəldi. Belə reklam təri bir şey gəlsə bu live ad short ad var. Ona basmalısınız ki 5 saniyəlik reklam gələcək. Bunu izləməlisiniz ki 24 saat istifadə edə bilərsiniz falan filan. Şimdi gələn sonra X-ə basdınız. Get linkə toxundunuz buradan. Get linkə bastınız. Sizi atacaq belə bir yerə. Burada watch add var. Free yazıb yanında. Bunu da basdınız. Buradan continue var. Ona basdınız sonra. Gözləyirsiniz. Heç nəmsiz gözləyirsiniz. Burada claim bonus var. Yəni şeydə sarı rəngdə, sarı da portağaldı nəticədə ondan da, yəni müstəqil toxunsuz, geri qayıtsınız. Heç yox. İndi müddəti bilmirəm, yalan deyərəm. 30-45 saniyə burada gözləyirsiniz, 30 ya 45 saniyə. Burada gözləyirsiniz. Burada claim bonus yerində get link olmalı ya da ki başqa bir söz çıxacaq. Continue nə çıxmalıdır boz rəngdə. Onu şey eləməli yad nədir? Üstə toxunacaq indi. Sadəcə biraz gözləyin. Biraz. Nə bilim, dediyim kimi 30 saniyə, 45 saniyə, 1 dəqiqə də ola bilər. Sizlər nə deyir ki, sadəcə gözləyirsiniz burada. Şeyə basdınız, geri qayıtsınız, fırlanma şey gəlsə gözləməzsiniz deməli. Gözləyirəm, mən də sizlərdən bir yerə gözləyirəm gördüyünüz kimi. Gözləyək görə yenə bax gələcək şey, continue. Səhv bilmirəmsə continue gəlməlidir orada. Boz rəngdə olur özdə. Siz də bu aralıqda gəlib kanalımıza abunə ola bilərsiniz. Təşvik edirəm sizi. Çünki dediyim kimi nə vaxt güncəlləmə gəldi, nə vaxt belə şeylər oldu, birinci özüm paylaşıram. Ölkədə də ümumiyyətlə Türkiyədən izləyicilərimiz var. Buradan hepsini selamlıyorum. Keçdim Türk dilinə. Biraz gözləyirik dediyim kimi. Gəldi. Gördüyünüz kimi continue gəldi boz rəngdə. Bunu da toxunuruq və belə bir yer gəlir. Open var. Openə basırıq və bizi yükləm yerinə atır. Всё, bu qədər asan. Bu qədər asan. Qutardı. Bir dənə buradan indi mühabirət Gravity FF Proxy server 2026 var. Onun üstünə basırız 435 MB-lıq faylımız yüklənir.
Yükləndən sonra nə edirik onu göstərəm sizlərə. Bundan sonrası da asandır. Zarchiver məndə var. Zarchiver'a daxil oldum. Siz də gedib Play Store-dan yükləyə bilərsiniz. Baxın bu proqramı göstərirəm. Baxın bu proqram dediyim kimi gəlib Play Store-dan yükləyə bilərsiniz. Onu çox bir yerdə tutmur. Buna daxil oluruq. Buradan download qismi var gördüyünüz kimi. Download qisminə daxil oluruq və burada sizin browser vasitəsilə yüklədiyiniz fayllar olacaq. Yəni mahnılar ola bilər, şəkillər ola bilər, PNG-lər ola bilər, MP3-lər falan filan da. Yəni burada internet vasitəsilə yüklədiyiniz şeylər burada olacaq. Aralarından Gravity FF Proxy Server 2026 tapırsınız, üstünə bir dənə toxunursuz və buraya çıxarta bastığınızda gözləyəcəksiniz, çıxartılıyor yazır, çıxartılıyor. Çıxartılıyor yazandan sonra bu formada fayl olacaq, fayl formatına keçəcək. Bu üstünə bir dənə toxunursuz və formada AutoTune Beta OB52 gəlir. Bu üstünə basırsınız bir dəfə, indirə basırsınız və paket yükləyicini mən seçəcəm. Çünki bu sizə gəlməyə də bilər bu arada. Məndə proqramlar var deyə gəlir. Paket yükləyicini seçirəm. Yükləyə basıram. Bir də bildirmək istəyirəm ki, telefonunuzda Free Fire Max varsa əgər, Free Fire Max'ı silib bunu yükləməyə çalışın. Çünki bu Free Fire Max'ın üzərinə qurulur. İkisi bir yerdə olanda üstə düşəcək və yüklənməyəcək. Ona görə gəlin Free Fire Max'da olan hesabınızı Free Fire'a perevod eləyin. Sonra gəlin bunu yükləyin. Okay? Free Fire Max'ı silib bunu yükləyin. Nəysə, bu gəldikdən sonra nə edirik? Çıxıq geri, buradan virus taraması elədi. Görürsünüz kimi heç bir şəkildə virus zat yoxdur APK-mızda. Üstə bir dənə toxunuruq və bundan sonra Free Fire Beta'ya girəcəyik. Dediyim kimi proxy serverimizə girəcəyik. Oradan bir dənə chain alama üsulunu sizlərə göstərəcəm. Yox, videomuzu bitirəcəyik. Bu qədər asan. Deməli, yoldaşlar, hal-hazırda gördüyünüz kimi girdik beta serverimizə və yaxud da ki proxy serverə deyə bilərik. Hər nə deyirsiniz siz. Bu cinə girərkən, yəni bu daxil olarkən, yükləmə gedərkən hal-hazırda gedib kanalımıza abunə ola bilərsiniz. Yadınıza salıram. Daxil olmaq üçün bu tipli videoları qaçırmamaq üçün abunə olmağı unutmayın. WhatsApp kanalımıza da gələ bilərsiniz və digər platformlardan da bizi takip edə bilərsiniz. Sadəcə məsləhət görürəm, bu qədər. Nəysə. Yükləndikdən sonra nə edəcəyik, onu göstərəcəm sizlərə. Yüklənib qutarsaydı. Okay, yüklənib demək olar bitdi. İzin verə basırsınız, nə gəlsə. Burada misafirə basırsınız. Gitə basırsınız. Sizi fayllar atacaq. Aşağıda bu klasörü kullan olmalıdır. Ona basarsınız. Baxın. Əgər sizdə bu klasörü kullan yazsa, boz rəngsə, basa bilmirsinizsə, hansısa bir dənə faylın üstə basın, ondan sonra ağaracaq beləcə. Üstə bir dənə basırsınız, izin verə basırsınız və geri atırsınız oyuna. Atdıqdan sonra siz daxil olmağa basırsınız. İndi məndə daxil olacaq. Deyin niyə? Çünki mən key almışam, ancaq siz almayıbsınız. Siz girəndə sizə yuxarıda bir dənə yazı gələcək. Bir dənə gözləyin. Dediyim kimi, tamam basın bir dənə. Ana ekranda FPS azalanda ürəyim sıxılır. Tamam. Ala, sezon vaxtıdır. Neyin edirəm sənin sezonunu? Burada proxy çəkdim yerdə sezon neçə, nə bilim nə. Hər neysə. Yoldaşlar, deməli siz daxil olduqda nə edəcəksiniz? Onu bir dənə sizlərə başa sallam. Siz daxil olmağa bastığınızda sizdə belə ay belə. Hə, siz daxil olmağa bastınız. Ay sənin Hə, siz daxil olmağa bastığınızda sizdə error kimi bir ekran gələcək. Yuxarıda sizə mesaj kimi bir şey gələcək. Yazacaq ki, ID'niz budur. Gedin Unlock FF Beta saytından qeydiyyatdan keçirin ki, ID'nizi hesabınız aktivləşsin. İndi onu da sizlərə göstərəcəm. Mən ID'mi buradan götürürəm. Siz ID'nizi necə götürəcəksiniz, onu da başa sallam sizlərə. O yazı gələndə ekran şəkli çəkirsiniz, screenshot alırsınız. Oradakı ID'nizi kopyalayırsınız. Harasa yazırsınız, WhatsApp falan yazın, notlara yazın. Bir yerlərə yazın, kopyalayın ID'nizi da yəni. Sonra neyini göstərəcəm sizlərə girişə. Unlock FF Beta saytı. Deməli yoldaşlar, ID'nizi kopyaladığınızı nəzərə alaq videomu davam edirəm. Artıq əsəb xəstəsi oldum. Sayt o qədər reklam atır ki, bəlkə 5-ci səfərdə videonu dayandırıram, təzən bu yerini təzən çəkirəm. Dayandırıram, bu yerini təzən çəkirəm. Əsəb xəstəsi oldum artıq. Nəysə, deməli neyiniz? Google'a daxil olursunuz. Bura Unlock FF Beta yazırsınız. Bunun linkini, saytın linkini WhatsApp qrupumuzda paylaşacağım. Gəlib WhatsApp qrupumuzdan bu saytın linkini götürə bilərsiniz. Ya da belə yazıb da tapa bilərsiniz, fərqi yoxdur. Nəysə, burada nə edirsiniz? Burada ilk çıxan səhifə var, buna toxunursuz. Buna toxunan kimi aşağıda boz rəngdə Discord olmadan davam etmək kimi bir şey yazı var. İngilis dilində mən sizə tələffüzünü deyirəm, tərcüməsini deyirəm daha doğrusu. Ona basarsınız. Çünki yəni basan kimi sizi fərqli sayt atır, reklam saytına. Geri qayıdandan yenə bura atır. Ona görə bu trafik istifadə eləməz. Deməli, nə edirsiniz? Üstə bastınız. Aslında kimi bir Discord'a basırsınız. Yox, ID yeri gəlirsiniz hazır. Buradan nə edirsiniz? ID'nizi yapışdırırsınız. Burada sizi fərqli saytlara atır təzən dediyim kimi. ID'nizi yapışdırırsınız. Unlock video Discord'a basırsınız və yenə başqa sayt atır. Burada nə edəcəksiniz? Buradakı faizi 100% etməyə çalışacaqsınız. Onu da göstərəcəm indi. Next-ə basırsınız, geri qayıtırsınız. Next-ə basırsınız, görürsünüz 25 oldu. Sadəcə gözləyirik burada. Yuxarıdan çıxan reklamlardır falan hamısını
bağlamağa çalışmayın. Çünki üstə basırsınız fərqli saytlar atır. Next-ə basırsınız, geri qayıtsınız, next-ə basırsınız. Next-ə basırsınız, geri qayıtsınız, next-ə basırsınız. Bu formada yəni 100% etməyə çalışırsınız da buradakı saniyəni. 100% olsa da deyəcək ki, artıq oyuna davam edə bilərsiniz. Next-ə basırsınız, geri qayıtsınız, next-ə basırsınız və formada все. Hazırdır. Artıq girib şellənə bilərsiniz. Yoldaşlar, məndə də şey açıq olduğu üçün, beta server açıq olduğu üçün girib təzən baxmağıma ehtiyac yoxdur. Çünki dediyim kimi mən 2 saat aktiv eləmişdim. Məndə şey olmadı. Aktiv elə yer gəlmədi. Siz də ancaq gələndə dediyim kimi ID-nizi oradan kopyalayırsınız. Bu saytdan gəlib qeydiyyatdan keçirirsiniz ID-nizi. Beta serveriniz aktiv olacaq, yəni proxy serveriniz. Bu günlük məndən bu qədər. Gələcək videoda görüşmək diləyilə. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Abunə olub like atmağı unutmayın. Çox sevinərəm. Bildirimləri açaraq bu tipli yararlı videolardan xəbərdar ola bilərsiniz.